Salam. 9-cu sinif buraxılış tipli riyaziyyat suallarına baxacaq. Sınıf nömrə 3. Bu sualların köməyi ilə tamamilə imtahanda yüksək müvəffəqiyyətə nail ola bilərik. Bunun üçün də video izahlara mütləq şəkildə baxmaq vacibdir. Vaxt itirmədən keçək suallara. Birinci sualda deyir ki, diqqətlə baxaq. Deyir, ad çoxluğunun, yəni 4, 9, 19, 13, 2, 21, 1, 49, 27 çoxluğuna daxil olan ədədlərdən neçəsi mürəkkəb deyil. Birinci bax sadələri seçərəm. Yəni mürəkkəb deyilsə sadələri seçmək lazımdır da. 19, 13, bir də 2. Bir nə sadədir, nə mürəkkəb. Amma mənə demir, sadə mürəkkəb deyil də. Yəni mürəkkəb deyilsə çox fikirləşir ki, sadədir. Bəli, mən də o cür fikirləşdim, sadələri seçdik. Sadələri seçdik. Lakin bir də nə mürəkkəbdir, nə sadə. Deməli, mürəkkəblərin siyahısından çıxarsa, biri də götürəcəyik. Ona görə bir sadə sayılmasa da, amma mürəkkəb də deyil də. Mənə demirəm, sadə olsun. Mənə deyir ki, mürəkkəb deyil. Ona görə 4 dənəsini də götürürük. Y variantı olur cavab. İkinci sualda -7,8 ədədinin kəsr hissəsi ilə -2,4 ədədinin tam hissəsinin fərqini tapın. Uşaqlar, mənfi ədədlərdə tam hissə bir vahid artıq götürülür. Yəni, -7,8-də modulca bir vahid artıq götürülür də. -7,8-də -7-dirsə, bunun tam hissəsi olacaq -8. Onda kəsr hissəsini də tapanda tam ədəddən tam hissəni çıxacaq. Yəni -7,8-dən çıxacaq -8-i. Bu zamanda -7,8 üstə gələk 8 alınır. Bunu da cavab eləyir 0,2. Deməli, -7,8-in kəsr hissəsi 0,2 eləyir. Müsbət ədədlərdə rahatdır. Əgər müsbət 7,8 olsaydı, tam 7 idi, kəsr hissəsi 0,8 idi. Amma mənfi ədədlərdə diqqətli olmaq lazımdır. Yəni 0,8-i birbaşa kəsr hissə kimi götürmək olmaz. Əvvəlcə mənfi 7,8 olduğu üçün tam hissəni bir vahid artıq götürürük, modulca. Olur -8. Sonra ədəddən, yəni verilmiş ədəddən -7,8-dən tam hissənin -8 çıxırıq. Bu da eləyir 0,2. Deməli, kəsr hissəsi 0,2-dir. -2,4-də isə tam hissəni soruşur. Yenə də modulca bir vahid artıq götürürük. Burada da tam hissəsi olacaq -3. Bizdən isə birinci ədədin kəsr hissəsi ilə ikinci ədədin tam hissəsinin fərqini soruşur. Yəni 0,2-dən çıxmalıyam -3-ü. Bu da 0,2 üstə gələk 3. Cavab eləyəcək 3,2. Yəni düzgün cavab C variantı olar. Növbəti 3-cü suala baxaq. 3-cü sualda deyir, bir dəqiqə şəkil çəkək. Bu 4 bucaqlını çəkirəm. A, B, C, D. İlk öncə baxan kimi 4 bucaqlı görürsən. Amma bu, düz bucaqlı yox. Düz bucaqlı da 4 bucaqlıdır. Amma bu ixtiyari 4 bucaqlıdır da. AC də onun diagonalı olur. İndi mən ilk öncə baxanda 10 gördüm və verilənləri qeyd edirəm. AB 2, BC 6, DC 4, AD 7. Olarsa, deyir ki, X-in ala biləcəyi qiymətlərin cəmini tap. Yəni, X də burada AC-ni nəzərdə tutur. Bax, uşaqlar, burada 4 bucaqlı kimi yox, buna 3 bucaq kimi yanaşacağım. AC diagonalı burada həm ABC 3 bucağının, həm də ADC 3 bucağının tərəfidir. Həm bu 3 bucağa görə işləyəcəyik. Bir dəqiqə rəhliyək bunu. Həm bu 3 bucağa görə, həm də ki, digər, bax, aşağıdakı bu 3 bucağa görə işləyəcəyik. Yəni, bunun hər ikisinə görə işlədikdə, bu X tərəfi, bax, mən demişəm ki, istənilən şu bucağın 3-cü tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Yəni, X 6 plus 2-dən kiçik, 6 çıxı 2-dən isə böyük olmalıdır.
X də kiçikdir 8-dən, böyükdür 4-dən. Yəni gərək burada elə bir ki, AC ABC-nin tərəfi olmaq üçün, yəni burada yaranmış üçbucağın tərəfi olmaq üçün həm 6 ilə 2-nin cəmindən kiçik olmalıdır, həm də fərqindən böyük olmalıdır da bu şərtə görə. Bir də işləməliyik bunu ADS üçbucağına görə. ADS üçbucağına da görə işləyəndə 7 ilə 4-ün cəmindən kiçik, 7 ilə 4-ün fərqindən isə böyük olmalıdır. Burada isə X 11-dən kiçik, 3-dən isə böyük olmalıdır. Hər ikisini ödəyən, hər ikisinin kəsişməsi olacaq 4-dən 8-ə kimi. Yəni bu hər iki belə deyək, üçbucağın üçüncü tərəfinin şərtini ödəyir. Bu zaman X-in ala biləcəyi qiymətlərin cəmi 5 üstə gələk 6, üstə gələk 7. Bu da eləyəcək 18. Yəni düzgün cavab A variantı olar. Növbəti 4-cü suala baxıram. AB və C ədədlərinin ədəd ortası 27. ABC və D ədədlərinin ədəd ortası 25-dir. D ədədinin qiymətini tapın. Uşaqlar çox rahatdır. 3 dənə ədədin ədəd ortası A plus B bölək, üstə gələk C bölək 3 bərabərdir 27-yə. Burada A plus B üstə gələk C 81 olur. Sonra deyir D ədədində əlavə eləsəm, yəni A plus B üstə gələk C üstə gələk D bölək 4 bərabərdir 25-ə. Burada isə A plus B üstə gələk C plus D 4 dənəsinin cəmi eləyir 100. 3 dənəsinin cəmi 81-dir, 4 dənəsinin cəmi 100-dür. İndi əlavə olunan ədəd nədir? 100-dən çıxarıq 81-in, qalacaq 19-u. Deməli, D ədədi 19 imiş ki, cəm 19 vahid artdı, oldu 100. Yəni, düzgün cavab C variantı olar. Növbəti 5-ci suala baxıram. Bir daxili bucağı 150 dərəcə olan düzgün çoxbucaqlının bir tərəfi 5 olarsa, 5 sm olarsa onun perimetrini tapın. Bu neçə bucaqlıdır bilmirəm, amma bir dənə daxili bucağını bilirəm ki 150-dir. Bir daxili bucağının tapılması düsturu yadımıza düşməlidir. 180 vuraq n çıxaq 2 bölək n. N yerə böləndə bir dənəsidir. 180 vuraq n çıxaq 2 isə ümumi daxili bucaqlarının cəmidir. Bərabər edirik 150-yə. Hər tərəfi burada ixtisar aparaq. Neçəyə? Bax, bərabərliyin sağın və solun bölürəm 30-a. 30-a bölürəm 180-dır, 6 düşür. 30-a bölürəm 5 düşür. Burada da çarpaz vursa, 6n çıxaq 12. Bu da eləyəcək 5n. Burada da n bərabərdir 12 çıxır. Yəni bu neçə bucaqlıymış? 12. Onda perimetrində tapanda 12 düzgün çox bucaqlı deyir axı. Bir tərəfin vuraram 12-yə. Yəni 12A. P bərabərdir. Tərəfin də uzunluğun 5 vermişdi. 12 vuraq 5 eləyəcək 60. Yəni düzgün cavab Y variantı olacaq. Növbəti 6-cı suala baxıram. Düzbucaqlının eni uzunluğundan 3 dəfə kiçik, perimetr isə 40 olarsa onun sahəsini tapın. Uşaqlar, çaşmaq lazım deyil. Sadəcə olaraq dediyin tətbiq elə. Riyaziyyat elə bir elmdir ki, orada dediyin tətbiq elədinsə ondan rahat çıxan bir sual yoxdur. Yəni çox asandır. Sadəcə o tətbiq eləməyə bacarmaq lazımdır, ardıcılığı qorumaq lazımdır. Biz müəllimlərin də birinci növbədə vəzifəsi sualı izah eləməkdən çox sualı yanaşma tərzini öyrətməkdir. Çünki sabah bu sual düşünür, bu tipli düşür. Buna görə də suala necə yanaşaq? Bax, deyir düzbucaqlının eni uzunluğundan 3 dəfə kiçikdir. Onda enini x deyirəm, uzunluğuna da 3x deyərik. Perimetrdə 40-dır. Yəni, bax, perimetr düsturuna əsasən 2 vuraq, tərəflərin cəmini toplu vururam 2-yə. Bərabərdir 40-a. Buradan da eləyəcək 8x bərabərdir 40, x-də 5 çıxır. Aparıb yerinə qoyuram, tərəfin biri 5 olur, biri də ki 3-ü 5-ə vururam 15 olur. İndi sayəsində nətər tapırdıq? Enin vururduq uzunluğuna da 5 vuraq 15. Bu da eləyir neçə? 75. Yəni düzgün cavab C variantı olar. Bu qədər rahat. Yanaşma düzgün şəkildə elədinsə cavab çıxacaq. Növbəti 8-ci suala baxıram. Deyir,
A və B-nin hansı qiymətlərində 4 mənfi bir cütü təyinlər sisteminin həllidir? Uşaqlar, gör nə sadə sualdır. Demir heç təyinlər sistemini həll elə. Deyir 4 ilə mənfi 1 bu aşağıdakı sistemin həllidir. Yəni x plus 3y bərabərdir A-nı da ödəyir. 2 çıxaq 2y bərabərdir B-ni də ödəyir. Yəni hər ikisində 4 mənfi bir cütün yazanda ödəməlidir. Buna əsasən ikisini də ödürsə ikisində də yerinə yazaram. 4 üstə gələk 3 vuraq mənfi 1. Birinci x-in qiyməti yazır, ikinci y-in. Bərabərdir A-ya. Buradan da A bərabərdir 4 çıxaq 3 eləyir 1. Deməli A-nın qiyməti neçə olacaq? 1. Sonra aşağıda nəzərə alsaq 4 çıxaq 2 vuraq mənfi 1 bərabərdir B-yə. Burada isə B bərabərdir 4 üstə gələk 2 eləyəcək 6. B-nin də qiyməti olacaq 6. A1, B-də 6. Və salam, bu sistemi deməli həlli 4 mənfi bir cüt olması üçün A1, B-də 6 olmalıdır. Yəni düzgün cavab A variantı olacaq. 9-cu suala baxırıq. 9-cu sualda deyir ki 15 çıxılsın 3x kiçikdir 57-dən üstə gələk 4x. Burada deyir bərabərsizliyin mənfi tam əllərinin sayını tapın. Bərabərsizliyi normal şəkildə həll eləməliyik. Dəyişənlər bir tərəfə, sərbəst sədlər bir tərəfə. Mənfi 3x çıxılsın 4x 57 çıxaq 15. Mənfi 7x kiçikdir 42-dən. Mənfiyə böləndə yadda saxlamalıyıq, işarə dəyişir. X böyükdür mənfi 6-dan. İndi mənfi 6-dan böyük mənfi tam əllərin sayı mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1. Neçədən eləyir? 5 dənə. Düzgün cavab C variantı olacaq. Növbəti 10-cu suala baxıram. 10-cu sualda A 3, 18, B 7, 6 nöqtələrini birləşdirən parçanın orta nöqtəsinin koordinat başlanğıcından məsafəsini tapın. Deməli biz burada AB parçasının ilk öncə orta nöqtəsini tapmalıyıq. AB parçasının orta nöqtəsinə özümdən bir C nöqtəsi deyirəm. C, X, Y. Burada X bərabərdir 3 ilə 7-ni toplayıb böləcəyik 2-yə. Eləyəcək 5. Y bərabərdir 18 ilə 6-ni toplayıb böləcəyik 2-yə. Eləyəcək 24. 24 də 2-yə böləndə eləyir 12. Deməli, orta nöqtənin koordinatları olacaq C, 5, 12. Orta nöqtənin koordinatlarını nə cür tapdıq? Yəni, uc nöqtələrin uyğun koordinatlarını toplayıb 2-yə bölməklə. Məsələn, x-ləri 1 topladım, y-ləri də 1 toplayıb böldü 2-yə. 5 və 12 çıxdı. İndi bizdə isə deyir, koordinat başlanğıcından olan məsafəni tapın. Koordinat başlanğıcının da koordinatları 0, 0'dır. Buna əsasən CO bərabərdir kök altda 5 çıxılsın 0-ın kvadratı. Birindən digərinin koordinatını çıxıb kvadrata yüksəldirik. 12 çıxılsın 0-ın kvadratı. Bu da eləyəcək. CO kök alt bərabərdir kök altda 169. O da 13. Yəni düzgün cavab 13 D variantı olacaq. Növbəti 11-ci suala baxıram. 11-ci sualda deyir ki, düz bucağın 40% neçə dərəcədir? Düz bucağın 40% neçə dərəcədir? Düz bucaq neçə dərəcədir? İlk öncə onu bilməliyik. 90. 90'ı vururuq 40'a, bölürük 100'ə. Burada sıfırları atırıq. Eləyir 36 dərəcə. Yəni düzgün cavab Y variantı olur. Növbəti 12-ci suala baxırıq. 12-ci suala baxanda 5x-in kvadratı üstə gələk 5 kvadratı vurulsun 2x üstü 4 üstə gələk 6x çıxılsın 1 üstü 57. İfadəsinin sərbəst səddini deyir tapın. Təbii ki, uşaqlar, birincinin kvadratı, ikincinin də 57-ci dərəcədən qüvvətə yüksəltmək nə dərəcədə düzgün fikirdir? Əlbəttə ki, bu səhv fikirdir. Sərbəst sədd deyirsə, bu tip misallarda elə sərbəst səddin özünə görə işləyirik. Yəni, birincidən 5'i götürürəm, ikincidən isə mənfi 1'i götürürəm, sərbəst səddə görə işləyirik. 5'in kvadratı qüvvəti nəzərə alırıq, vuraq, ikincidən isə mənfi 1 üstü 57. 5'in kvadratı 25 eləyir. Mənfi 1 üstü 57 ilə mənfi 1 olaraq qalır. Cavab eləyir mənfi 25. Yəni düzgün cavab E variantı. Növbəti 13-cü suala baxırıq. 13-cü sualda
Deməli, a kvadratı üstəgələk 4-a üstəgələk 4 bölünsün a kvadratı çıxaq 4-a üstəgələk 4 bölək kəsiri. A plus 2 böl a çıxaq 2. İndi yuxarıda baxan kimi görürəm ki, yuxarıdakı a plus 2-nin mötərizə kvadratıdır. Aşağıdakı isə a çıxaq 2-nin mötərizə kvadratıdır, müxtəsər əsəsən. İndi rasional kəsirdə olsa, adi kəsirdə olsa, kəsir kəsirə bölündə birinci olduğu kimi qalır, ikinci tərsinə çevrilərək vurulur. Yəni a çıxaq 2 bölək a plus 2 olacaq. Yerini dəyişdim. Burada a çıxaq 2-nin a çıxaq 2-nin kvadratı gedir, a plus 2 ilə də a plus 2-nin kvadratı gedir. Sonuçda qalır a plus 2 bölünsün a çıxaq 2. Yəni düzgün cavab C variantı olur. Növbəti 14-cü suala baxaq. On dördüncü sualda deməli çevrəni verib, çevrənin radiusları perpendikulyardır. Burada 70 derece. Burası ise x. Diğer AOB bucağını, o daha doğrusu OAB bucağını tapın. Yani x'i tapın. Şöyle bir qədər başka formada rəhləyək. Deməli burada AB minor qövsünə, daha doğrusu bunu düzgün şəkildə qeyd eləyək. ABS qövsün ABS qövsü baba bunu rəhlədim. Sonra isə AB major qövsünü rəhləyirəm. Diqqətlə fikir verək. Burada ABS qövsü mərkəzi bucaq 90 dərəcə olduğuna görə ABS qövsü ilə neçə dərəcə olacaq? 90 dərəcə. Sonra AC görəklə rəhlədim. Bu major qövs 360-dan çıxacaq 90-ın qalacaq 270 dərəcə. Deməli, bura neçə dərəcə olur uşaqlar? 270 dərəcə. Bu göhrəylə rəhlədim. Bura 270 dərəcə olandan sonra isə bu ABS bucağı, bu daxili bucaq sayılır. Bu bucaq nə cür bucaq sayılır? Daxili bucaq. Bu söykəndiyi qövsün yarısına bərabərdir. Yəni mərkəzi bucaq deyirlər 270-i böləcək 2-yə. Bu da düşəcək 135 dərəcə. Buranın da 135 dərəcə olduğunu tapdıqdan sonra daxili bucaqların cəmi bilirik ki 4 bucaqlı da 360-a bərabərdir. Yəni x üstə gələk 135, üstə gələk 70, üstə gələk 90. Bərabərdir 360-a. X bərabərdir 360-dan da çıxacam 295-in, o da 65 dərəcə qalır. Yəni düzgün cavab D variantı olur. Növbəti 15-ci suala baxıram. 15-ci sualda 67-nin kvadratı çıxılsın 33-ün kvadratı bölək 34. İfadəsinin deyir qiymətini tap. Təbii ki, yuxarıda müxtəsərdən istifadə edərək hesablasaq daha səmərəli olar. A kvadrat çıx B kvadratına əsasən bir dəfə 67-dən 33-ü çıxacaq. 67 ilə də 33-ü toplayıb vuracaq. 67-dən 33-ün çıxanda elə 34 qalır. Bu 34 ilə bu yuxarıdakı alınan 34 gedir. Yerdə 67 ilə 33-ün cəmi qalır. Bu isə bizə verəcək 100'ü. Yəni düzgün cavab B variantı. Növbəti 16-cı suala baxıram. 2x plus y bərabərdir 5 düz xəttinin absisi mənfi 4 olarsa ordinatını tapın. İlk öncə sən bilməlisən ki, absis nəyin qiymətidir? X-in.
Yəni x -4 olarsa, ordinat da nəyə soruşur? Y-i. Yerinə yazaraq 2 vuraq -4, üstə gələ y bərabərdir 5-ə. -8 üstə gələ y bərabərdir 5, y də bərabər olur 13-ə. Bu qədər sadə. Növbəti 17-ci suala baxırıq. 17-ci sualda deyir ki, A və B qarşılıqlı bucaqlar üçün A plus B 120 olarsa, alfa plus beta 120 dərəcə olarsa, alfa bölək 5, üstə gələk 3 beta bölünsün 4 ifadəsinin qiymətini tapın. Bax, alfa üstə gələk beta 120 dərəcədir. Qarşılıqlı bucaq deyir də. Qarşılıqlı bucaqda da onsuz da alfa da beta da bərabərdir axı. Deməli, burada elə alfa üstə gələk alfa yaza bilərəm. Çünki bilirik ki, alfa betaya bərabərdir. Bərabərdir 120-yə. Alfa da buradan çıxacaq 60. Alfa 60-dırsa, avtomatik beta da 60 dərəcə olur. Çünki qarşılıqlı bucaqlar bərabərdir. İndi soruşduğunda yerinə nəzər alırıq. 60 bölünsün 5. Üstə gələk 3 vuraq 60 bölünsün 4. Burada 60'ı 5'e böldükdə 12. Üstə gələk 60 ilə 4-ü ixtisar aparam. 4 4-ə 1, 64-ə 15. 3-ü də 15'ə vururuq 45. Burada da 45 ilə də 12-nin cəmi eləyəcək 57. Yəni düzgün cavab 57 dərəcə olar. Növbəti 18-ci suala baxaq. 18-ci sualda deyir ki, 2 vuraq kök altda 3,7-nin kvadratı çıxılsın 12,4 kök altında. Şolar, bunları ayrı-ayrı hasili kvadrata yüksəldəndə bu həm 2-yə aiddir, həm də kök altda 3,7-yə. 2-nin kvadratı eləyəcək 4. Kvadratla da kök gedəcək. Qalacaq elə 3,7. Çıxılsın kök altda 12,4-1-i də qarşıq ədəd formasında kök ala bilmərik. Nəyə çevirik? Düzgün olmayan kəsirə. Bu da eləyəcək 4-49. 12-nin 4-ə vurur, üstünə 1 gəldik. İndi burada hesablamaları eləyirik. 4-ü 3,7-yə vuranda eləyəcək 14,8. Çıxılsın. 4-də 49-dan da çıxır. 2-də 7. Yəni bu da 14,8 çıxılsın 3,5 deməkdir. O da 11,3 eləyəcək cavab. Yəni düzgün cavab 11,3 oldu. Növbəti 19-cu suala baxıram. 3 üstü m bərabərdir 5 olarsa, 3 üstü 2m plus 1 ifadəsinin qiymətini deyir tap. Burada 3 üstü babamız soruşur. 3 üstü 2m plus 1'i parçalamalıyıq. Yəni 3 üstü 2m plus 1 değil. Bax 3 üstü 2m vuraq 3 üstü 1 kimi yanaşıram. Sonra 3 üstü m üstü 2 kimi qüvvət kimi parçalaya bilərik. Vuraq 3. 3 üstü m'in qiymətini bildik ki 5'dir. Bu zaman nəzərə alınan 5'in kvadratı vuraq 3. Bu da 25 vurulsun 3 eləyəcək cavab 75. Yəni düzgün cavab 75 olar. Növbəti 20-ci suala baxırıq. 20-ci sualda deyir ölçüləri 5, 6, 7 olan düzbucaqlı parlapetin həcmini tapın. Birbaşa düsturu deyirəm. A vuraq, B vuraq, C. Buna əsasən biz düzbucaqlı parlapet çəksək, yəni düzbucaqlı parlapetin oturacaqlarının tərəfləri A, B, hündürlüyü də C olsun. Yəni 3'ün hasili bunun həcmini verir. Buna əsasən də 5 vuraq 6 vuraq 7. Bu da eləyəcək 210. Deməli həcm olur 210 kub santimetr. Növbəti 21-ci suala baxırıq. 21-ci sualda deyir atanın 46, oğlunun isə 10 yaşı var. Fikir verirsinizsə bu tip məsələlərdə həll etdikdə
Biz ilk öncə verilənləri qeyd edib onlar arasında əlaqə yaratmalıyıq. Deyir neçə ildən sonra ata oğlundan 3 dəfə böyük olacaq. Bilmirəm də neçə ildən sonra. 46-nın üstünə x gəlirəm. Yaşı artır da. Həmçinin həmən il qədər də oğlunu da yaşı artacaq. Olacaq 10 plus x. Və bu zaman ata oğlundan 3 dəfə böyük olur. Yəni 46 plus x bərabərdir 3 vuraq 10 üstə gələk x-ə. Bu da 46 üstə gələk x bərabərdir 30 üstə gələk 3x. 2x bərabərdir 16-ya. X də bərabərdir 8-ə. Deməli 8 ildən sonra bu hal mümkündür. Növbəti 22-ci suala baxaq. İkinci sualda deyir ki, x, y qarşılıqlı sadə ədədlər üçün x bölək y bərabərdir 0,3 dövrdə 6 olarsa, x plus y cəminin ən kiçik qiymətini tapın. Burada x bölək y olduğu kimi qalsın. Dövr onluq kəsiri adi kəsirə çevirsək, eləyəcək 90-da 36 çıxılsın 3. Dövr eləyənlərin sayı qədər 9, dövr eləməyənlərin sayı qədər 0 yazırıq. Sonra bütöv ədəd kimi yanaşıb dövr eləməyən hissəni çıxırıq. Yəni mexanizmi yadaca saldım, çevirməyi. Bu da 90-da 33 eləyir. İxtisar aparıram, çünki deyir x-i 33, y-i 90 götürə bilmərəm. Çünki x, y elə bir ədəd olmalı ki, qarşılıqlı sadə olsun da, ortaq vuruq olmasın. 3-ə ixtisar aparsam, yuxarıda 11, aşağıda 30 qalır. Və 30-da 11 aldıqdan sonra aydın şəkildə görsənir ki, x-i 11, y-i 30 götürə bilərəm və bu zaman 11-i 30-a böləndə həmən dövr onluq kəsir alınır. Həmçinin də x ilə y-də qarşılıqlı sadə ədəd olur. Bu zaman onların ən kiçik qiymətində elə cəmi 11 ilə 30-un cəmi eləyir neçə? 41. Yəni düzgün cavab 41 olacaq. Növbəti 23-cü suala baxıram. 23-cü sualda isə ABC üçbucağında DY AC-yə paraleldir. Burada ilk öncə şəkili çəkək. A, E, bura D, bura B, bura C. D'ye deyir ki, AC-yə paraleldir. Bunun paralel olduğunu qeyd elədik. Sonra A-yə tən böləndi. Alfa deyirəm. D'ye 6'dır. BD 2'dir. S BD'ye SBD'ye sahəsi 5 olarsa, deyir SABC'nin sahəsini tapın. Uşaqlar, çox maraqlı bir sualdır. Bax, bu tənböləndən mən istifadə eləməliyəm. Sahəni verməklə deyir ki, sahədən nə çıxarda bilərik? Heç nə. Bax, birinci tənböləni boş-boşuna verimi var. Yanaşma lazımdır. Bu tənbölənin xassəsinə əsasən, bura tənbölənisi, məsələn, bucaqlar yarıya bölünür də. İndi bura alfadsa, sonradan aldıqlarımı fərqli rəngdə yazacağım ki, yəni sonradan nəticə olaraq çıxartdıq da bunu. Bax, bura alfadsa, avtomatik burada alfadır. Onda bax, burada yaranan üçbucaq necə üçbucaq olur? Bərabər yanlı. Bura 6 olduğuna görə burada 6-dır. Onda belə çıxır ki, üçbucağın AB tərəfi olur neçə? 8. BD tərəfi neçə idi uşaqlar? 2 idi də. İndi bax, burada bu paralelliyə görə DY-nin A-C-yə paralelliyinə görə aydın şəkildə görsənir ki, üçbucaq BDY ilə üçbucaq
A, B, C oxşardır. Oxşardısa, yəni çünki uyğun bucaqlar eyni olacaq da. Məsələn, bax, bu bucaqla bu bucaq, təpə bucaqları hamısı üçün eynidir. Sonra bu bucaqları da eynidir. Yəni burada 2 alfadır, daha doğrusu belə yazsaq. Yəni bir sözlə BDY üç bucağı ilə bu yuxarıdakı bu üç bucaqla böyük üç bucağın özü elə oxşar çıxır. Yəni bunların oxşarlığını da göstərdik. İndi keçək əsas məsələyə. Bunlar oxşar olduğuna görə uyğun tərəflərin nisbəti nəyə bərabər olacaq? Oxşarlıq əmsalına. Yəni Y bucağının qarşısında duran tərəfin 2-nin, böyük bucağın C bucağının qabağında duran 8-ə nisbəti bərabərdir bir oxşarlıq əmsalına. Yəni tərəflər bir-birindən nə qədər fərqlənir? K bərabərdir 4/1 qədər. Bilməliyik ki, sahədə isə S, B, D, Y-nin sahəsində S, A, B, C-nin sahəsində böləndə oxşarlıq əmsalının nəyinə bərabər olacaq? Kvadratına. Çünki oxşar fiqurların sahələrinin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. İndi buna əsasən də uşaqlar BDY üçbucağın sahəsi 5-dir. ABC üçbucağın sahəsini bilmirəm. Ona da 1x deyirəm. Bərabərdir K da 4/1 deyil. 4/1 nəyinə bərabər olacaq? Kvadratına. Buradan da x hesablayanda 80 çıxacaq. Yəni sahəsi 16/1 eləyir. Çarpazda vuranda x 80 olur. Bu qədər rahat. Növbəti 24-cü suala baxıram. 4-ə tam bölünən 2 rəqəmli natural ədədlərin cəmini tapın. 4-ə tam bölünən 2 rəqəmli natural ədədlərin cəmini tapın. Uşaqlar, bax, burada 4-ə tam bölünən deyir. Birinci 4-ə bölünən 2 rəqəmli ədəd neçədir uşaqlar? 12, 16, 20. Bu şəkildə gedir də. Axırıncı bölünəndə 96-dır. 4-ə tam bölünən. İndi burada neçədən 4-ə bölünən ədəd var? Öyrətmişdim. Bax 4 gedir də. 96-dan 12-sini çıxıb. Neçəni artır? 4. Bölürük 4-ə. Üzərinə 1 əlavə edirik. Bu zaman 96-dan 12-sini çıxanda qalacaq 80. 4'ü 21 üstə gələk 1 eləyir 22. 22 sayda ədəd var. 22 sayda. Deməli 22 sayda ədəd var. Deyir ki, natural ədədlərin cəmini tap. Burada cəmini tapmağı ədəd silsilə qaydası ilə siz, yəni silsiləyə əsasən belə gedə bilərsiniz ki, ədədlər 4-4 atmır, müəyyən qayda ilə gedir də. Burada birinci ilə axırıncını topla, böl 2-yə, vur sayına. Bu onların cəmini verir. Yəni birinci ilə eyni qayda ilə artırsa, birinci ilə axırıncını toplayıb bölürük 2-yə, vururuq sayına. Sayda neçədir? 22. 2 2-yə 1, 22 2-yə 11. 12 ilə də 96-nın cəmi eləyəcək 108. 108-i də vururuq 11-ə. O da eləyir 1188. 1188. Bu qədər rahat. Növbəti sonuncu 25-ci suala baxırıq. 25-ci sualda isə deyir ki, cədvəldə çoxəlli və onun vuruqları verilmişdir. Verilənlərə əsasən B üstə gələk, C üstə gələk, N üstə gələk, K cəmini tapın. Şolar, bax, diqqətli olaq. 27 y-in kubu üstə gələk B, yəni bunu vuruqlara ayıranda, vuruqlardan biri, deyib ki, bax, özüm qəstəm 3y plus 2-ni yazıram birinci. Vuruqların yerini dəyişəndə asıl dəyişmir. Vurulsun. C y-in kvadratı üstə gələk ny üstə gələk k. İndi bunun
Baxıram ki, bu nəyə oxşuyur? A kubu üstə gələk B kubunun açılışı. 27 y kubu ilə onu işarət eləyir ki, yəni bu A kubu üstə gələk B kubunun açılışıdır da. Amma nə yerinə qoymalıyam ki, o şərt ödənsin. Buna əsasən də A plus B vurulsun. A kvadratı çıxaq AB üstə gələk B kvadratı. İndi burada təbii ki, burada A'nın yerində nə durub? 3y durub ki, 3y'nin kubu eləyir 27 y'nin kubu da. Yəni bax buna əsasən, bax burada işarələsək, biraz rəngi dəyişim ki, qarışmasın. Bax bu 3y'nin kubudur da, düzdür. Bəs yaxşı. İndi bunu uşaqlar biraz, yəni bu düsturumuz idi, bunu qoyuram qırağa, bu heç. Bu bizim nəyimiz idi uşaqlar? Düsturumuz. Bunu rəhləyirəm ki, yəni bunu qatmayın da ora. İndi bu düstura əsasən, indi bax, fikir verirəm ki, A plus B deyil burada. İndi A 3y'dir də, B'nin yerində də deməli nesə durub? 2 durub. Deməli B 2'nin nəyi olmalıdır? Kubu. Hə, deməli burada B 2'nin kubuna bərabər olacaq da. B 2'nin kubudursa, onda B'nin qiyməti burada 8 çıxır. İndi bu düstura əsasən, indi uşaqlar, açılış verim, daha sərbəst olsun da. B'nin bax buna görə tapdım ki, 2'dir. Onda 27 y'nin kubu, 3 y'nin kubu, üstə gələ 2'nin kubu kimi yanaşsam. Bunu açılış verəndə, baba 3 y plus 2 alınır mı? Sonra birincinin kvadratı, 3 y'nin kvadratı neçə eləyir? 9 y'nin kvadratı. Sonra bunların hasili çıxması ilə neçə eləyəcək? 6 y, 3 y 2'yə vuranda. Üstə gələ 2'nin də kvadratı eləyəcək neçə? 4. Buradan da görsənir ki, bax, B'ni 8 tapdım. İndi C'nin qiyməti də 9 çıxır. E'nin qiyməti də -6 çıxır. K'nın da qiyməti 4 çıxır. İndi bizdən də B üstə gələk C, üstə gələk E'nin üstə gələk K'nı soruşur. Yəni 8 üstə gələk 9, üstə gələk -6, üstə gələk 4. İndi 8 ilə 4'ün cəmi. Daha doğrusu 8 ilə 9'un cəmi eləyəcək 17. 17'dən 6'sını çıxırıq 11. 11'in də üstünə 4 gəllik 15. Yəni düzgün cavab 15 olacaq. Çox rahat bir misallar idi. Məntiqli və düşüncə tələb eləyən suallar da var idi. Uğurlar arzulayıram hər bir kəsə. Şərh bölməsində öz fikirlərinizi bildirsəniz minnətdar olarıq. Kanala da abunə olmağı unutmayın. Videoların davamı gələcək. Sağ olun.